Salam, dəyərli İntibah TV izləyiciləri. Baxış bucağı verilişində sizinlə mən, Ceyhun Əlibəy. Artıq bir neçə ildir ki, Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir platforma kimi tanınır. 3-cü Şuşa Qlobal Media Forumunun da məhz burada keçirilməsi təsadüfi deyil. Bu Azərbaycanın Şuşanı beynəlxalq dialoq və fikir mübadiləsi məkanına çevirmək istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilə bilər. Forum çərçivəsində Prezident İlham Əliyev müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırması Azərbaycanın regional və beynəlxalq məsələlərə dair mövqeyini birbaşa ifadə etdi. Belə platformalar ölkələrin öz baxışlarını beynəlxalq auditoriyaya çatdırması baxımından mühüm əhəmiyyət daşıyır. Bu forumdan çıxan əsas mesajlardan biri ondan ibarətdir ki, Şuşa artıq yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq əməkdaşlıq və dialoq məkanı kimi inkişaf edir. Vaxtilə işğal altında qalmış bir şəhərin bu gün dünyanın müxtəlif ölkələrindən gələn jurnalistləri və ekspertləri qəbul etməsi əslində bölgədə gedən dəyişikliklərin göstəricisidir. Digər mühüm məqam isə informasiya diplomatiyasıdır. Müasir dövrdə dövlətlər öz mövqelərini yalnız rəsmi diplomatik kanallarla deyil, media vasitəsilə dünyaya çatdırırlar. Bu baxımdan Şuşa Qlobal Media Forumunun müxtəlif ölkələrdən olan media nümayəndələri üçün birbaşa məlumat əldə etmək və hadisələri yerində izləmək imkanı yaradır. Təhlil etdikdə görürük ki, forumun keçirilməsinin həm də Qarabağ yerli inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən hadisələrdən biridir. Bugün Şuşada artıq təkcə bərpa işləri deyil, beynəlxalq tədbirlər, mədəni layihələr və qlobal müzakirələr keçirilir. Bu isə şəhərin yeni statusunun formalaşdığını göstərir. Nəticə etibarilə 3-cü Şuşa Qlobal Media Forumu sadəcə media nümayəndələrinin toplantısı deyil. Bu forum Azərbaycanın beynəlxalq dialoqda iştirakını, Şuşanın artan əhəmiyyətini və bölgədə aparılan bərpa proseslərinin yeni mərhələsini əks etdirən mühüm platformadır. Şuşadan verilən əsas mesaj isə budur. Qarabağ, bugün yalnız bərpa olunan bir region deyil, həm də beynəlxalq fikir mübadiləsinin və əməkdaşlığın mühüm ünvanlarından birinə çevrilməkdədir. Diqqətiniz üçün sağ olun.